Ben bilirəm iki növ insan var. Birisi özünü bəyənmir, el qabiliyyəti də olsa, neynəsə bəyənmir, xoşuna gəlmir. Amma hansısa kimsə qıraqdan eləyəndə deyir ki, ustadır, sənətkardır, onun sənətidir. Baxanda yeridir gələndə sən ondan yaxşı elədin. Biri də var insanlar, bilmirlər, amma özünə elə güvənirlər, özünə elə əmindirlər ki, yəni danışanda 100% deyirlər ki, mən bunu belə eləyirəm, mən bunu belə bacarıram, məndən yaxşı eləyən yoxdur. Həmişə özünü tərifləyirlər. İndi bu özünü tərifləyən bilirsən ki, indiyənə kimi uşaqlıqda buna da heç kim söz deməyib, heç kim üstünə qışqırmır, heç kim onu başqanın yanında başını salmıb, yerə salmıb, yəni heç kim onu valideynlər də olsa, məktəbdə də olsa, hardasa heç kim onu heç kəsə hətirinə dəymir. Yəni demək istəyirəm ki, heç kim onu heç vaxt pisləməyib. Amma bu həmənki insan ki, bacarsa da deyir, yox alınmır. Mən bu şərəfə nail deyirəm, bacarmıram. Yaxşı alınmadı, el qabiliyyətim yoxdur. Bilir, bacarır, amma bir utancağı var. Özünə əmin deyil, qorxur. O da sizə deyim ki, bu da nədən gəlir? O qədər deyiblər buna, sən bacarmazsan, sənlik deyil, sən bu işin adamı deyilsən, bu peşə sənlik deyil. Ən yaxşı başı aşağı sal, işini gör. Yəni danışma, eləmə, kim nədir, hamıdan razılar. O da var. Yəni çox vaxtı valideynlər deyirlər. Valideynlər bunu niyə görə deyirlər? Başlayırlar bizim tərəfimizi saxlamaq, başlayırlar belə bir şey deməyə ki, çünki qorxurlar. Çünki bunlar bizi çox istəyirlər və fikirləşir ki, mənə görə mənsiz mənim övladım heç nə bacarmaz. O da niyə görə? O da bunların uşaqlıqda o qədər xətrinə deyiblər. O qədər bunları acıqlayıblar. Ona görə çox vaxtı bunlar qorxurlar. Deyirlər ki, çox vaxtı elə qadınlar oğlan uşağını fikirləşir ki, mənsiz heç nə bacara bilməz, özü heç nə bacarmaz. Yəni mən onu müdafiə eləyim. O da belə bir şey var, düzdür. Halbuki deyirlər, sən bacarmazsan. Qıraqdan adam deyir ki, çünki qorxur ki, sən ondan yaxşı eləyəsən, yəni həvəsdən düşərsən. Amma əslində sən özün bilirsən, nəyə qadirsən. Allah səni qorusun.